Şəklə əsasən sahəni tap deyir. Deməli, bu trapesiyadır. Trapesiyanın sahəsini istəyir. Trapesiyanın sahəsi S bərabərdir. A üstəgəl B bölünsün 2, vurulsun H. Yəni, oturacaqların cəminin yarısı vur hündürlüyü. Bura 14 ise, onda bunun kiçik oturacağı da 14 olacaq. Qaldı bizə hündürlüyü tapmaq. 15, 3 vurulsun 5 deməkdir. 9, 3 vurulsun 3 deməkdir. Deməli, burada 4 vurulsun 3 olacaq da, yəni 12. Əgər bunu unudursunuzsa, Pifagor teoremindən tapa bilərik. 15'in kvadratı 225, çıxılsın 9'un kvadratı 81, bərabərdir. Kök altında 144, bundan da kök 12 çıxır. İndi S bərabərdir. Böyük oturacaq olur, baxın bura. Yəni 16 üstə gəl 14, üstə gəl 9, Pelios kiçik oturacaq 14, üstə gəl 14, bölünsün 2, vurulsun 12. Bərabərdir. Deməli, 2 saxlayaq və vur 12'nin də olduğu kimi saxlayaq. Surəti də toplasaq 53 eləyəcək. 2 ilə 12 ixtisar gedir 6. Yəni 53 vurulsun 6. O da eləyəcək 8, 318. Cavab 318 olacaq.